Salam əziz müəllimlər və abituriyentlər. Bugünkü dərsimiz Qarabağın dövləti olacaq. Qarabağın dövləti Oğuz və Türk mənşəli dövlətidir. Deyir ki, Qarabağın dövləti 1410-cu ildə yaranıb, 1468-ci ildə süquta uğrayacaq və paytaxtda Təbriz şəhəri olacaqdır. Qarabağın dövləti heç vaxt vahid şəkildə birləşməyib, yəni Azərbaycan vahid şəkildə birləşdirməyib. Qarabağın dövləti mərkəzləşmiş dövlət deyildir. Bunları xüsusilə yadımıza saxlayaq. Qaraqoyunlu tayfalarına kimlər idi? Baxaq görək, Qaraqoyunlu tayfalarına kimlər daxil edir? Qaraqoyunlu dövlətini yaratmışdı Baharlı dövləti, amma Baharlı dövlətinə yanaşı Oğuz türkmənlər, hansı ki biz deyirik ki, Azərbaycanda məskunlaşmışdılar. Deyilir ki, Oğuz türkmənlərini bildiyimiz kimi əsasən Azərbaycanda geniş şəkildə məskunlaşmışdı Səlcuqların yürüşü dövründə. Hətta Rəvvadi Şəddadilər arasında məskunlaşdığını qeyd edilir 1028-30-cu illərdə. Amma bundan əvvəllər də Oğuz türkmənlər Azərbaycan ərazisində ümumiyyətlə türk tayfaları məskunlaşmışdı. Xalqların böyük köç dövründə deyərik ki, Hunlar idi, Barsilər idi, Bulqarlar idi. Çox ehtimal ki, bu Oğuz mənşəli tayfaları da həmin vaxtdan Azərbaycan ərazisində məskunlaşıblar. Amma biz bunların kontakt şəklində tamamilə məskunlaşmalarını götürürük daha sonraki dövrlərdən. Deyirik ki, bunlardan hansı ki Oğuz türk mənşəli tayfalardan Ağacəlilər var idi. Ağacəlilər deyir ki, əsasən 5-ci əsrdə Azərbaycanda ərazisində məskunlaşmışlar. Hansı ki, qeyd etdiyim kimi, həmin əvvəlki hissədə xalqların böyük köç dövründə gəlmişlər və Ağacəlilər Monqol yürüşləri vaxtı isə Xalxal bölgəsində məskunlaşdılar. Daha sonra türkmən tayfalarını deyirik ki, türkmənlər Azərbaycan ərazisində məskunlaşırlar. Sərdi tayfaları Naxçıvan sürmənində yaşayırdılar və bu tayfalardan ən məşhur Baharlı tayfasıdır ki, bu tayfalar Baharlı tayfasının tərkibində yaşayırlar. Ümumiyyətlə, deyirik ki, Oğuz mənşəli tayfalar Azərbaycan ərazisində hansı ki 5-ci əsrdən sonra məskunlaşdılar. 11-ci əsrdə Səlcuqların başçılığı ilə Səlcuqlar Oğuzları öz ətrafında birləşdirir. Daha sonra Səlcuq imperiyası süquta uğrayandan sonra Oğuzların siyasi mərkəzi dağılır. Və xüsusilə deyir ki, Monqolların yürüşü zamanı 13-cü əsrdə 1220-ci illərdə Oğuzlar, Monqollar hücum edəndən sonra Şərqi Anadolu torpaqlarına köç edilər və burada məskunlaşmağa başladılar. Daha doğrusu bura köç edilər. Daha sonra deyir ki, Oğuzlar Əmir Teymur dövlətini qurandan sonra istədi ki, bütün Oğuzları birləşdirsin və vahid Turan dövləti yaratsın. Onun belə bir ideyası vardı. Və 14-cü əsrdə Oğuz tayfalarının ətrafına birləşdirmək istəsə də buna nail ola bilməyəcəkdi. Və Teymuri dövlətindən də, Teymurların da Oğuzlar vahid şəkildə birləşmə prosesinin puça çıxmasından sonra Oğuzların yenidən siyasi dirçəlişi başlayır. Bu siyasi dirçəlişdə Baharlı tayfası xüsusilə seçilənlərdən biri olacaq. Bayram Xocanın altını çəkirik, Baharlıların ilk nümayəndəsi olacaq. Bayram Xoca 1375-1380-ci illərdə yaşamışdı və Cəlali sarayında yaşayırdı. Çünki həmin dövrdə Cənubi Azərbaycan və Şimali Azərbaycan, Cənubi Azərbaycan böyük hissəsi Cəlali dövlətinin tərkibində idi və Bayram Xoca da Cəlali sarayında xidmətdən nüfuzlu əmirlərdən biri idi. Həmçində o Cəlalilərdən icazə alaraq Van gölünün ətrafında Qaraqoyunlu bəyliyin yaratmışdı deyə bilərik. Burada Bayram Xocadan əsas yadımızda nəyə saxlamalıyıq ki, deyirik ki, Bayram Xoca bəyliyin əsasını qoymuşdu və Qaraqoyunların mərkəzi Van şəhəri olacaq, bunu yadımıza saxlayaq. Qara Məhəmmədlə davam edək. Qara Məhəmmədin dövründə feodal hakimiyyəyə çevrildi. Amma bizdən testlərdə soruşmayacaq ki, hansının dövründə bəylik olmuşdu, hansının dövründə feodal hakimlik olmuşdu. Yəni, bu xüsusilə soruşulmayacaq. Amma bəli, bu cümlə yazdıq ki, Bayram Xocanın dövründə bəylik idi, Qara Məhəmmədin dövründə isə feodal hakimiyyəyə çevrildi. Amma əsasən məntiqlə düşünsək də bunların ikisi də eyni anlayışdır. Amma sadəcə kitabda cümlələr fərqli cümlələrdən istifadə olunur. Amma yenə dediyim kimi, yəni indiyə qədər hansısa qəbul suallarında bu formada ayrıcalıqlı nəsə soruşulmuyor. Yəni ümumi bir soruşulub. Qaraqoyunlarda bəylik dövlətinin yaranana qədər olan dövr var və dövlətdən sonraki dövr var. Sual düşür ki, Qaraqoyunlu dövlətinin aid olan xüsusiyyəti göstərin. Bu əvvəlki dövrdən nəsə ora yazırlar, o aid olmur da Qaraqoyunlu dövlətinə. Və yaxud da ki, Ağqoyunlarda da belə olacaq, onda həmin mövzunu izah edəndə deyəcəm. Qara Məhəmmədin dövründə Sultan Əhmədlə, yenə Cəlalilərlə qohumluq, dostluq münasibətləri vardı Qaraqoyunların və Cəlali Sultan Əhmədlə qohumluq münasibət qurub öz nüfuzunu artırmışdı və deyir ki, feodal hakimliyi yaratdı. Hətta Qara Məhəmməd Azərbaycanı Təbrizdə möhkəmlənmək uğrunda mübarizə aparsa da Əmir Teymurun yürüşləri buna mane olacaqdır.
Qara Yusifdən danışaq. Qara Yusifin dövründə bir bəylik dövrü var. 1389-dan 1410-cu ilə qədər. Ümumiyyətlə 1410-cu ildə Qaraqoyun dövləti yaranmışdı deyirik. Biz Bayram Xocadan başlayaraq 1375-ci, 70-ci illərdən başlayaraq 1410-a qədər bəylik dövrü olacaq. 1375-1410 bəylik dövrü. Bu dövrdə baş verənlərin hamısı bəylik dövrünə aiddir. 1410-cu ildən sonra dövlət dövrü olacaq. Qeyd etmişik var. 1389 1410 bəylik dövrü, 1410-dan 20-yə hökmdar dövrü Qara Yusif aiddir. Qara Yusif bəy seçiləndən sonra 1389-cu ildə 3 dənə rəqibi vardı. Cəlalilər vardı, Ağqoyunlar vardı və Teymurlar vardı. Qaraqoyunlar əvvəldən də Qara Yusifin ataları belə deyək də Cəlallərlə Cəlal sarayında çalışmışdılar və Cəlallərlə bir qohumluq münasibətləri vardı. Bunun üçün Qara Yusif də Cəlal Sultan Əhmədlə dostluq, qohumluq münasibəti qurdu və eyni zamanda o Ağqoyunlu Qarayolu Osman bəy də məktub göndərir və onu da ittifaqa dəvət edir. Lakin Ağqoyunlu Qarayolu Osman bəy bunu rədd etmişdi, onu da deyək. Və eyni zamanda bunların rəqibi Teymur idi. Deməli, həmin dövrü baxsaq, Teymurlər Osmanlılarla müharibə aparırdılar. Teymurlərin dostu Ağqoyunlar idi. Osmanlıların dostu Cəlal və Qaraqoyunlar idi. Yəni, bunlar bir-birinə mübarizə aparan, müharibə aparan dövlətlər idi. Və eyni zamanda Qaraqoyunların da rəqiblərindən, əsas rəqiblərindən biri də Ağqoyunlar olacaq. Deyir ki, Əmir Teymur Azərbaycanın 1392-ci ildə yürüş edəndə Bağdad ətrafında Cəlal Sultan Əhməd və Qara Yusifin qoşunlarından Əmir Teymur arasında döyüş baş verir, Bağdad döyüşü 1394-də. Və bu döyüşdə Qara Yusif Sultan Əhməd məğlub olur. İlk öncə 1402-ci ilə qədər qaçırlar Osmanlı sarayında gizlənirlər və hətta Osmanlı Sultanı bunlara sıxınacaq verir. Biz Ankara döyüşünə baxsaq, Ankara döyüşünün səbəblərindən biri nə idi? Cəlal Sultan Əhməd və Qara Yusifi Osmanlı Sultanı İldırım Bəyazıtın onlara sığınacaq verməsi idi. Və bunun üçün də Osmanlı Sultanı 1402-ci ildə Ankara döyüşünə məğlub olur. Bu dəfə Qara Yusiflə Cəlal Sultan Əhməd qaçır Misir Sultanının yanına. Misir Sultanı onları Əmir Teymurdan qorxaraq həbs edir. 1405-ci ildə Əmir Teymur ölənə qədər Cəlal Sultan Əhmədlə Qara Yusif Misir sarayında həbsdə olmuşdur. Bunlar daha sonra 1405-ci ildə Əmir Teymur ölür, bunlar azad olunur, Azərbaycana qayıdırlar, yəni burada hakimiyyəti ələ keçirmək yolunda mübarizəyə başlar. Əsas rəqiblər kimdir? Teymurlər. Burada yadımızda bir şey yadında saxlayaq ki, burada var idi kim? Deyərik ki, Şirvanşahlar, Cəlalilər və Qaraqoyunlar, Ağqoyunlar. Burada bu qüvvələrin hamısı Azərbaycana ələ keçirmək yolunda mübarizə aparırlar. Ələ keçirmək yolunda, Azərbaycanın tamamilə ələ keçirmək yolunda mübarizə aparan qüvvələr idi. Teymurlər isə burada olan mövqelərini qorumaq istəyirdilər. Çünki Teymurlər bundan əvvəl Əmir Teymurun dövründə bütün Azərbaycanı tutmuşdu. Əmir Teymur buradakı, Əmir Teymurdan sonraki varisləri buradakı mövqelərini möhkəmləndirmək istəyirdi. Amma digər qüvvələr isə Azərbaycanı ələ keçirmək yolunda mübarizə aparırlar. 1406-cı ildə deyilir ki, Əmir Teymurun nəvəsi Əbu Bəkri Qara Yusif Araçay döyüşünə məğlub edir. 1408-ci ildə Miranşah və Əbu Bəkri bir dəfəlik məğlub edir Sədrud döyüşünə və onları Azərbaycandan qovur. Azərbaycanın Teymura ağalığına son qoyulur. Bundan sonra isə həm Qara Yusifin nüfuzunun yüksəlməsi, Qara Yusifin Cənubi Azərbaycan demək olar ki, əlinə keçirməsi onunla Sultan Əhməd arasında münasibətləri pisləşdirir. Sultan Əhməd həmçinin Həmədan yaylaqlarını istəyirdi Qara Yusifdən. Qara Yusif də bunu verməkdən imtina etdi. Daha sonra tərəflər arasında 1410-cu ildə Əsəd döyüşü baş verir, Təbriz yaxınlığında. Baş verən bu döyüşdə Qara Yusif, Qaraqoyun bəyliyi olan Qara Yusif qalib gəlir, Cəlal dövlətinə son qoyur və onun yerində yeni bir dövlət Qaraqoyun dövlətini yaratmış olur. Qara Yusif hökmdar seçiləndən sonra, hansı ki Qaraqoyun dövlətini yaradandan sonra deyir ki, Azərbaycanın Kürdən cənubdakı torpaqlarının əsasən Cənubi Azərbaycan, ümumiyyətlə Qaraqoyun dövləti Cənubi Azərbaycanda yaranmış dövlət idi və deyir ki, Cənubi Azərbaycanı əhatə edirdi və Anadolunun müəyyən hissələri Qaraqoyunların əlində idi deyə bilərik. Qara Yusifin hökmdar elan edəndən sonra özünü deyil, oğlu Pirbudaqlı Sultan elan edirdi. Artıq bunu niyə etməsini biz öyrənməyik, sadəcə deyir ki, Pirbudaqlı Sultan elan edirdi, amma yüksək idarəçiliyi öz əlində saxlayırdı. Qara Yusif ölənə kimi Qaraqoyun dövlətini Qara Yusif idarə etmişdi. Sadəcə formal olaraq oğlu Pirbudaqlı Sultan elan etmişdi. Deyir ki, bunun dövründə ilk hakimiyyətə gələndən sonra atlı qoşun, süvari qoşun yaratmışdı. Feodal əyanlara qarşı mübarizə aparıb onların nüfuzunu sarsıtmışdı, onların mərkəzi hakimiyyəti tabe etmək istəmişdi. Yəni bu siyasəti yeritmişdi.
və onları, hansı ki, feodal əyanları tamamilə özünün asılı salmaq üçün onları çoxlu soyuqlar torpaqları paylamış olacaq. Bu dövrdə deyir ki, Qara Yusif Azərbaycanı vahid şəkildə birləşdirmə siyasəti yeridirdi, amma bunu başara bilməmişdi. Amma biz deyirik ki, Qara Yusif hakimiyyətini Şimali Azərbaycanı yaydı. İndi qeyd edəcəm Kür sahil döyüşü nəticəsində. Amma deyirik ki, Qara Yusif bütün Azərbaycanı vahid şəkildə birləşdirməyib. Testə düşəndə deyirik ki, Qara Yusif öz hakimiyyətini Şimali Azərbaycana yaydı, bəli. Amma düşsə ki, Qara Yusif və yaxud da Qarabağın dövləti Azərbaycan vahid şəkildə birləşdirib, deyirik ki, birləşdirməyib. Buna çox diqqət edək. Əsas məsələlərdən biri də bu. Deyir ki, Qara Yusif, Şirvanşah hökmdarı 1-ci İbrahim, Şəki hakimi Seyid Əhməd və Kaxeti Tsar Konstantin bunlara qarşı mübarizə apardı və onlar arasında Kür sahili döyüş baş verir 1412-ci ildə. Qara Yusif bu döyüşdə qalib gəlir və tərəflərdən deyir ki, Şirvanşah İbrahimi əsir alır, 300 əyanı edam etdirir. Daha sonra Təbriz səncər və tacirlər 1300 tümən iraq verirlər və İbrahimi azad edir. Amma bu döyüşün səbəbləri də var idi. Səbəblərindən biri deyildi ki, döyüşün səbəbləri Şirvanşah hökmdarı, hansı ki 1406-cı ildə Təbrizdə möhkəmlənmişdi qısa müddətdə. Oradan Qara Yusiflə Sultan Əhməd Təbrizə yaxınlaşanda qayıtdı Şirvanşahlar dövlətinə. Ondan sonra 1406-dan sonra 1407-ci ildə Şərqi Gürcüstana öz nüfuzunu yaymışdı və Şərqi Gürcüstanı birlikdə özdən asılı hala salmışdı deyirik. Və Şirvanşahlar hökmdarının burada fəallaşması Qara Yusifə mane idi və Qara Yusif istəmirdi ki, Şirvanşahlar hökmdarı gözlənsin. Çünki o, Azərbaycanı vahid dövlət şəklində birləşdirmək istəyirdi. Və həmçinin də Qara Yusif 1410-cu ildə Əsəd döyüşündə Sultan Əhmədlə müharibə aparanda Şirvanşah İbrahim Sultan Əhmədin tərəfində durmuşdu və hətta oğlu Kərimə isə Sultan Əhmədə köməyə göndərmişdi, deyilir. Və bütün bunlar döyüşün səbəbləridir ki, Qara Yusif Şirvanşah İbrahimi və yaxud da deyək ki, Şirvanşahları özündən asılı salmaq istədi. Döyüşün nəticəsində Qara Yusif qalib gəlir və öz hakimiyyətini Şimali Azərbaycana yaymışdır, deyilir. Daha sonra 15-ci əsrin 23-cü illərinə gəldikdə Teymurilər yenə Azərbaycana hücumlar edirdilər. Bu hücumların səbəbləri vardı. Şirvanşahlar dövlətini asılı hala salması, hansı ki Qara Yusif artıq bütün Azərbaycana demək olar ki, nəzarət edirdi. Bu, buradakı mövqeləri möhkəmləndirmişdi və həmçinin Teymurlərin əsas ticarət şəhərlərindən olan Sultaniyə və Qəzvin şəhərini Teymurlərdən almışdı. Və Teymuri Şahrux bu dövrdə hücumlar etsə də Qara Yusiflə aralarında müəyyən döyüşlər olur. Qara Yusif bu döyüşlərdə demək olar ki, qalib gəlir, amma döyüşlərin adları yazılmır. Amma Qara Yusif Şahruxla mübarizə aparmışdı deyirik. Və Şahrux həmin Qara Yusifin dövründə Qaraqoyun dövlətini ələ keçirə bilməmişdi. Amma bundan sonra Şahrux yenə Qara Yusif bu döyüşlərin gedəcəyi vaxtda Şahrux böyük qoşunla Qaraqoyun dövlətinin üzərinə hücuma keçir və həmin vaxtda Qara Yusif ölür. Hakimiyyətə Qara İskəndər gəlir. Qara İskəndərin dövründə 1420-1436-cı illərdə Teymurlərlə müharibə aparmışdı. Deyək ki, Alaşet döyüşü baş verir 1421-ci ildə aralarında. Alaşet döyüşündə Qara İskəndər məğlub olur və asılığı qəbul edir Şahruxdan. Şahrux atası Teymur kimi işğal etdiyi ölkələrdə hərbi ordu saxlamırdı. Sadəcə işğal etdiyi ölkələri özündən asılı hala salırdı və xərc alıb geri qayıdırdı, deyirik. Daha sonra 1435-ci ildə Şahrux yenidən hücum edir. Bu dəfə Təbriz döyüşü baş verir aralarında. Təbriz döyüşündə Qara İskəndər hakimiyyətdən kənarlaşdırılır və yaxud öldürülür deyə bilərik. Hakimiyyəti isə Qara Yusifin kiçik oğlu Cahanşah gətirir. 1436-67-ci ildə Cahanşahın hakimiyyət dövrü olmuşdur. Cahanşah hakimiyyəti gətirən Şahrux idi və 1447-ci ildə Şahrux ölənə kimi Cahanşah Şahruxdan asılı olmuşdur. Yəni 1447-ci ilə qədər vassal asılığında olmuşdur Teymurlərdən. 1447-ci ildən sonra müstəqil siyasət yeritdi deyə bilərik Cahanşah. Cahanşah Osmanlılarla dostluq münasibəti qoruyurdu, Ağqoyunlarla düşmən münasibəti idi və həmçinin deyir ki, Cahanşahın dövründə Şirvanşahlarla pozulan hansı ki dostluq münasibətlərini yenidən bərpa etmişdi deyirik. Və daha sonra Cahanşah deyir ki, Kiçik Asiyada Ağqoyunlarla mübarizə aparır və burada Ağqoyunlarla mübarizədə nəticə uğur əldə edə bilməyəcək və ən sonunda Cahanşah Ağqoyun Həsən bəy tərəfindən öldürüləcəkdir. Hansı ki 1447-ci ildə Teymur dövlətinə baxsaq, görürük ki, orada hakimiyyət orada mübarizə başlayır və Teymuri şahzadələri arasında mübarizə başlayır. Bundan istifadə edən Cahanşah Teymurlərin bir çox ərazilərini Yezdi, Kirməni və daha sonra ən sonunda Teymurlərin bu dövrdə paytaxtı olan Heratı 1458-də tutur.
Amma bunda tutan vaxtda Cahanşah gedir Teymuri taxtına əyləşir. Bu vaxtda Cahanşahın oğlanı Pirbudaqla Həsən Əli mərkəzdə, yəni dövlətdə üsyan qaldırırlar mərkəzi hakimiyyətə qarşı. Cahanşah 1459-cu ildə Herat müqaviləsini bağlayır və Əbu Səiddən təzminat alaraq geri qayıdır bu üsyanları yatırmaq üçün. Deyir ki, 2-ci Mehmet Cahanşahı Ərəb və Əcəm xaqanlarının sultanı adlandırırdı. Daxili siyasətdə vahid mərkəzləşmiş dövlət yaratmaq üçün yarımköçəri əmirlərə qarşı mübarizə aparmışdı. Onların nüfuzunu sındırmaq və onları mərkəzi hakimiyyətə tabe etmək istəyirdi. Amma deyir ki, nə Ağqoyunlu, nə də Qaraqoyunlu dövləti vahid mərkəzləşmiş dövlətə çevrilə bilmədilər. Çünki niyə? Bunlar Soyuqal torpaqları paylayırlar. Soyuqal torpaqları ilsən keçən torpaqlardır və həmçinin bu torpaqları alanlar vergi toxunulmazlıq hüququna sahib idi. Və bunun üçün o torpaqlar həddindən də çox paylandı və o torpaqları alanlar dövlətə vergi vermədilər və özləri vaxt keçdikcə çoxlu varlandılar və müəyyən müddətdən sonra mərkəzi hakimiyyətə qarşı qiyamlar, üsyanlar etdilər. Daha sonra deyilir ki, bu həm yarımköçəri əyanlara qarşı mübarizə aparır, həmçində hərbi islahat keçirilmişdi deyilir. Muş döyüşündə 1467-ci ildə Ağqoyunlu bəy olan Həsən bəyə məğlub olur Cahanşah, bu döyüşdə öldürülür və deyir ki, Qaraqoyunlu dövləti süquta uğrayır deyilir. Deyir ki, Qaraqoyunlu dövlətinin tənəzzülü sürətlənir 1467 Muş döyüşü nəticəsində. Bundan bir il sonra Həsən bəy Təbrizdə özünü hökmdar elan edən Həsən Əlini 1468-ci ildə öldürür və Təbrizi tutur. Bundan Qaraqoyunlu dövləti tarixi. Dərs 24 Ağqoyunlu dövlətindən davam edirik. Ağqoyunlu dövləti deyir ki, 1468, 1501 və 1503-cü ildə ikinci qonuna sonluqda süquta uğradır. Ağqoyunlu dövlətin paytaxtı Təbriz olacaq. Ağqoyunlular da Qaraqoyunlular kimi Oğuz mənşəli tayfalardan idi və 11-ci əsrdə Azərbaycan ərazisində əsasən geniş şəkildə məskunlaşıb. Daha sonra isə Səlcuqların dövründə təbii ki, deyir ki, kontakt halda məskunlaşdılar. Daha sonra isə Monqolların hücumları nəticəsində Şərqi Anadoluya köç edən Türk tayfalarından, Türk boylarından biridir. Deyir ki, bu tayfanın Pəhləvan bəyin dövründə 14-cü əsrdə Ağqoyunlu tayfa ittifaqını yaratmışdı. Daha sonra Qaraqoyunlu Osman bəyin dövründə isə mərkəzi Diyarbəkir olan bəylik yaradıldı. Yəni Qaraqoyunlu Osman bəyin dövründə bəyliyə çevrilmişdi 1394-1434-cü illərdə. Konkret neçənci ildə yaradıldığının soruşulmur, öyrənməkdə ehtiyac deyil ona. Deyir ki, bu burada Qaraqoyunlu Osman bəy öz adına pul kəsilmişdi, öz nüfuzunu artırmışdı. Əmir Teymurla dostluq münasibəti qurur və daha sonra Əmir Teymur 1402-ci ildə Osmanlı Sultanını məğlub edəndə burada öz nüfuzunu artırmışdı, öz torpaqlarını artırmışdı deyə bilərik. Həsən bəy 1453-cü ildə qardaş Cahangir Mirzənin qalib gəlir, Cahangir Mirzəni kənarlaşdırır və Ağqoyunlu bəyi seçilir. Və Həsən bəyin 1463-1468 bəylik dövrüdür. 1468-dən 77-yə kimi isə hökmdarlıq dövrü olacaq. Deyir ki, Həsən bəy bəylik dövründə əsas iki dənə rəqibin Osmanlı və Qaraqoyunlu dövləti bunun əsas rəqibləridir. Bunlara qarşı mübarizə aparırdı. Deyir ki, Həsən bəyə dövlət işlərinin idarə edilməsinə yaxından kömək edənsə anası Sarı xatun olacaq. Ağqoyunlu Osmanlı müharibələrindən danışırıq. Təbii ki, bu bəylik dövründə olan müharibələr olacaq. Ağqoyunlularda daha Qaraqoyunlu mövzusunda da demişdik ki, bir bəylik və ya da feodal hakimlik dövrü var, bir də dövlət dövrü var. Bunları qarşılamaq üçün ki, suallar veriləndə yazır ki, Qaraqoyunlu dövlətinə aid olanları seçin, Ağqoyunlu dövlətinə aid olanları seçin. Aşağıda isə bəylik dövrü, feodal hakimlik dövründən olan hansısa hadisələr olacaq. Ağqoyunlu Osmanlı müharibələrinin başlamasının səbəbi nə idi? 1453-cü ildə Osmanlı Konstantinopolu tuturlar və bütün ticarət yerləri beləliklə Konstantinopoldan keçirdi, Böyük İpək yolu və həmin o Böyük İpək yolunun üzərinə oradan keçən tacirlərə böyük rüsum qoydu Osmanlı dövləti. Bu da buradan Avropa ilə ticarət edən beləliklə tacirlərə böyük ziyan dəydi və belə ki, Ağqoyunlu Uzun Həsən həmin dövrdə özünə bir müttəfiq axtardı. Bunun üçün də Həsən bəy Trabzon krallığı ilə qohumluq münasibəti qurdu və oradan Trabzon krallığı vasitəsilə Qara dənizə çıxış əldə etmək, oradan Avropaya öz tacirlərini göndərməyə planlaşdırırdı və daha sonra Osmanlı Sultanı 1461-ci ildə Trabzon krallığını işğal etmək üçün hücuma keçir. Burada məqsədləri vardı Mehmetin. Mehmet istəyirdi ki, Kiçik Asiyada yerləşən bütün xristian mülklərini ləğv etsin. Onun üçün Trabzon krallığını beləliklə süquta uğratmalıydı və şərqdən gələn bütün ticarət yollarını ələ keçirmək istəyirdi və Qara dəniz ərazisində ələ keçirmək istəyirdi və istəyirdi ki,
bu ərazidən Avropaya gedən bütün ticarət yollarına Osmanlılar nəzarət etsin. Bunun üçün tərəflər arasında Qoyunlu-Hisar döyüşü baş verir 1461-ci ildə. Bu döyüşdə deyilir ki, Ağqoyunlular qalib gəlir, amma Ağqoyunlular qalib gəlsə də Uzun Həsən başa düşürdü ki, Osmanlılarla müharibəni belə bir vaxtda tam davam etdirə bilməyəcək və anası Sara xatunu Mehmetin düşərgəsinə göndərir. Onun qarşısına 2 dənə vəzifə qoyacaq, bunları mütləq əzbər bilməliyik. Birinci vəzifəsi o idi ki, Osmanlılar Ağqoyunlularla müharibəni dayandırmalıdır. Sara xatun bunu başarır. 1461-ci ildə tərəflər arasında müəyyən müddətdə sülh müqaviləsi bağlanılır. İkinci məqsəd Sara xatunun ondan ibarət idi ki, Sultan Mehmeti Trabzonu işğal etmək fikri ilə dayandırmalıdır. Amma Sultan Mehmet 1461-ci ildə Trabzon krallığını işğal edir və Trabzon krallığı süquta uğrayır. Uzun Həsən Trabzon krallığı kimi bir müttəfiqini itirir. Uzun Həsən deyir ki, bu dövrdə hansı ki ticarətinə, tacirlərinə böyük ziyan dəyir, hansı ki Qara dəniz vasitəsilə Avropaya ticarət edirlər. Və eyni zamanda Trabzon krallığının müəyyən birlikdə xəzinəsinin müəyyən hissəsi Ağqoyunlulara verilirdi, deyilir. Daha sonra Həsən Padişah, daha doğrusu Həsən bəy 1467-ci ildə Muş döyüşündə Cahanşahı öldürür. Daha sonra 1468-ci ildə Təbrizi tutur və Təbrizi tutduqdan sonra Həsən Ağqoyun dövlətinə çevrilir, Ağqoyun bəyliyi və Ağqoyun dövlətinin də paytaxtı deyilir ki, Təbriz şəhəri olmuşdur. Həsən Padişah da hərbi köçəri əyanlara qarşı mübarizə aparmışdı. Bu Qara Yusifdə də var idi. Qara Yusif də hərbi köçəri əyanlara, köçmə əyanlara qarşı mübarizə aparmış və çünki hər ikisi də vahid dövlət yaratmaq istəyirdilər və vahid dövlət yaratmaqlarında ən böyük əngəl olan nə idi? Hərbi köçəri əyanlar idi ki, mərkəzi hakimiyyətə tabe olmurdular. Həsən Padişah nizami ordu yaratmaq və orduda odlu silahlardan istifadə etmək istəyirdi və buna təşəbbüs göstərmiş deyə bilərik. Teymuri dövlətinə müharibəyə başlayır, mübarizəyə başlayır ilk dövrdə. Yəni Ağqoyun dövləti yaranandan sonra ilk mübarizəsi Teymuri dövlətindən olacaq. Çünki Ağqoyunlular Qaraqoyunluları süquta uğradıb yaratmışlar. Həmin vaxtda da Qaraqoyunlularla Teymurilər müttəfiq idi, dost idilər. Çünki yanımıza salsaq ki, Əbu Səid 1459-da Əbu Səid ilə Cahanşah arasında belirli sülh bağlanmışdır. Əbu Səid Aslağı qəbul etmişdi Qaraqoyunlardan. Və bunun üçün 1468-69-cu ildə Əbu Səid Ağqoyun dövlətinə hücuma keçir. Muğan döyüşündə, baş verən döyüşdə deyilir ki, Uzun Həsən və onun müttəfiqi Ərdəbillah kimi Şeyx Heydər Əbu Səidi məğlub edir və Teymurləri azaldır. Həsən Padişah 1468-69-cu ildə Teymurləri məğlub edir, qovur və Teymurləri məğlub etdikdən sonra əsas bir dənə rəqibi vardı, o da Osmanlılar idi. Osmanlılar əleyhinə xarici Avropa dövlətlərindən əlaqələr, diplomatik münasibətlər qurdu. Hansı ki, bunlardan biri Venesiya idi. Deyir ki, Venesiya və Ağqoyunlular arasında 1472-ci ildə Osmanlılar əleyhinə hərbi ittifaq quruldu. Hərbi ittifaqa əsasən Venesiya Ağqoyunlulara hərbi ordu silahlar, tüfənglər göndərməlidir və mütəxəssislər göndərməlidir ki, top və tüfəng istehsal etmək üçün. Amma bunun qarşılığında deyir ki, Ağqoyunlular Osmanlılarla 1472-ci ildə Qaraman ərazisindən keçərək Osmanlılar üzərinə hücum etdilər və burada Ağqoyunlu Uzun Həsənin əsas məqsədi Trabzonu azad etmək idi, Trabzonu geri almaq idi. Çünki yenə ticarət yolu idi, əsas məqsəd Qara dənizdən gedən ticarət yolunu birlikdə oradan istifadə etmək istəyirdi. Və bunun üçün 1472-ci ildə Uzun Həsən Osmanlılara qarşı müharibəyə başladı. Amma Venesiyalılar verdiyi vədləri yerinə yetirmədilər və Ağqoyun dövlətinə nə ordu silah göndərdilər, nə mütəxəssis göndərdilər, nə də ki, kömək etdilər. Hətta deyir ki, Venesiyalılar Ağqoyunlularla bu hərbi ittifaq bağlayandan sonra ki, Ağqoyunlular Osmanlılara qarşı müharibəyə başladı, bu başlamaq xəbərini alandan sonra Venesiyalılar özləri Osmanlılarla birlikdə münasibətlər qurmağa başladılar, danışıqlara başlamışlar. Yəni Venesiyalıların burada Avropa dövlətlərinin məqsədi nə idi? Bir yolla Ağqoyunlu və Osmanlı dövlətini üz-üzə qoymaq idi. Burada döyüşlərin adlarını yazmışam. Qoyunlu-Hisar döyüşünü yazmışam burada. Bu bəylik dövrünə aid idi 1461-ci ildə. Daha sonra deyilir ki, Beyşəhər döyüşündə 1472-ci ildə hansı ki Beyşəhər döyüşü baş verir və hansı ki birinci bağlanan sülh müqaviləsinin şərtləri pozulur, yenidən Ağqoyunlu və Osmanlı müharibəyə başlayırlar. 1472 ilə baş verən Beyşəhər döyüşündə Ağqoyunlular məğlub olur. Baxın, buraya yazmışam Ağqoyunlu. Ağqoyunlular mənfi məğlub oldu
Maltiya döyüşündə daha sonra Ağqoyunlar qalib gəlirlər. Osmanlıların deyişik əsas hərbi qüvvələrini məğlub edirlər. Uzun Həsən burada xüsusi olaraq sərkərdəlik məharətini göstərilmişdir. 1473-cü ildə Otluq Bel döyüşündə əvvəldə döyüşün əvvəldə üstünlüyü ələ alsalar da Ağqoyunlar Yeniçərilərin davamlı zərbələrindən sonra, inadlı hücumlarından sonra Ağqoyunlar məğlub olurlar. Burada biz əsas döyüşləri bilməliyik ki, döyüşlərin ardıcıllığını bilməliyik əsas və döyüşdə kimin qalib gəlməsini bilməliyik, bu mütləqdir. Və bir dənə burada Qoylisar döyüşü deyir ki, Ağqoyun dövləti yox, bəyliyinə aiddir. Bunu ayırırıq. Bunu qeyd etdik. Deməli, necə yadımıza saxlayaq? Döyüşlərin adlarını yadımıza saxlayaq. Deməli, başladıq Qoylisar, Beyşehir, Malatya, Otluq Bel. Və bu döyüşdən yadımıza necə saxlayaq? Deyirik ki, bir döyüşdə Ağqoyunlar qalibdir, bir döyüşdə Osmanlılar. Bir döyüşdə Ağqoyunlar, bir döyüşdə Osmanlılar. Bu belə gedir. 4 dənə döyüşümüz var. Çox döyüş deyil, arzulıqla. Birinci döyüşdə Ağqoyunlar qalibdir, sonra Ağqoyunlar məğlubdur. Ağqoyunlar qalibdir, Ağqoyunlar məğlubdur. Yəni, bunu bu formada öyrənib və beləliklə vizual olaraq gözümüzün qabağına döyüşlərin adlarını gətirək. Formada bu yaddan çıxmaz. Deyir ki, Ağqoyunluq və Osmanlılar arasında baş verən müharibələr nə Ağqoyunlar istədiyi uğur əldə etdilər, nə də ki, Osmanlılar. İkinci Mehmet bu döyüşlərdən sonra bir daha Ağqoyun üzərində hücuma keçmədi, əsas diqqətini Avropa dövlətləri və Venesiya yönəltmişdi. Eyni zamanda Uzun Həsən də bu məğlubiyyətlərdən sonra, xüsusilə Otluq Belində itkilərindən sonra burada deyirlər ki, Ağqoyunlar da onun nüfuzuna zərbə vurdu, nüfuzu zəiflədi və mərkəzi hakimiyyətə qarşı qiyamlar baş vermişdi. Hətta deyilir ki, 1974-cü ildə oğlu Uğurlu Məhəmmədin qiyamı olur və daha sonra Uğurlu Məhəmməd Osmanlı sarayını qaçmışdı. Hətta daha sonra Göydək Əhmədin adını çəkir ki, onun oğlu olacaq. Birazdan onu qeyd edəcəm. Deyir ki, Həsən bəyin həm bəylik dövrünü, həm padişah dövrünü Ərdəbil hakimi ilə beləliklə Ağqoyunların dostluq münasibətləri olacaq. Yaqub padişaha qədər Ağqoyun və Ərdəbil hakimləri dostluq və qohumluq münasibətləri olacaq. Hətta demişdi ki, Uzun Həsən hökmdarlıq dövründə 1968-69-da Teymuriləri məğlub edəndə Şeyx Heydər ona kömək etmişdi. Və buna görə də o Şeyx Heydər 1970-ci ildə Ərdəbildə Səfəvi taxtından oturulmuşdu. Yəni, hakim olaraq beləliklə taxta oturulmuşdu və onu tanımışdı. Deməli, Ağqoyunun Qızıl Ordu və Moskva Çarlığı arasında baş verən o danışıqları qeyd edək. Deyir ki, Moskva Çarı 3-cü İvan 1975-ci ildə böyük elçi heyəti göndərir ki, Ağqoyunlu və Moskva arasında ittifaq bağlansın Qızıl Orduya qarşı. Amma ondan öncə Qızıl Ordu xanıyla Ağqoyunlu hökmdarı arasında ittifaq bağlanmışdı. Yəni, Qızıl Ordu beləliklə Moskva Çarlığı istəyirdi Qızıl Orduya qarşı Ağqoyunlarla dost olsun, amma bu baş tutmadı. Daha sonra Uzun Həsən beləliklə son yürüyüşü Gürcüstana olmuşdu 1977-ci ildə. Gürcüstana uğurlu yürüyüş edərək Gürcü çarı 6-cı Bağqaradla sülh bağlayır. Tiflisdə daxil olmaqla Şərqi Gürcüstanı Ağqoyun dövlətinin tərkibinə daxil edir. Bundan sonra Yaqub Padişah gəlir 1978 və 90-cı illərdə Yaqub Padişahın dövrü Ağqoyun dövlətinə durğunluq dövrü hesab olunur və bundan sonra artıq Ağqoyun dövləti zəifləməyə başlayacaq. Yaqub Padişahın dövründə Yaqub Padişah Osmanlı II Bəyazıtla dostluq, Şirvanşahlarla dostluq münasibəti qurmuşdur. Amma atasından fərqli olaraq Ərdəbil hakimlərinə qarşı mübarizə aparacaqdır. 1488-ci ildə Şahdağ döyüşündə Fərrux Yasar və Yaqub Padişah birləşərək Şeyx Heydəri 1988-ci ildə öldürürlər və Ərdəbildəki Səfəvi mülklərini müsadirə etmişdir. Və Şeyx Heydərin oğlanlarını da həbsə atdırmışdır. Daha sonra hakimiyyətə Baysunqurun dövründə deyil ki, 1990-92-ci illərdə artıq Ağqoyunlu şəhzadələri arasında beləliklə hakimiyyət uğrunda mübarizə güclənəcək Baysunqurdan sonra. Bunun əsas səbəbi nə idi? Çünki Ağqoyunlar çoxlu soyuqal toplayırdılar və əyanlar varlanırdılar. O varlanan hər bir əyan bir şəhzadənin tərəfində dururdu. Artıq adətən döyüşlər hakimiyyət uğrunda mübarizə şəhzadələr deyil, əyanlar arasında gedirdi. Bunun üçün beləliklə hər əyan varlanırdı, hər biri də bir şəhzadənin tərəfində dururdu. 1992-ci ildə Bərdə döyüşündə Rüstəm və Baysunqur arasında mübarizə baş verir. Rüstəm burada qalib gəlir. Rüstəm Padişah adından
1492-ci ildə hakimiyyətə gəlir. Rüstəm padşah hakimiyyətə gəldikdən sonra deyir ki, Sultanəni azad edir. Ondan da biraz istifadə etməyə çalışır və amma daha sonra görür ki, Sultanənin nüfuzu artır. 1494-cü ildə Şəməsi döyüşündə Sultanəni öldürür yenə və Ərdəbili işğal edir. Çoxlu soyurqal torpaqlar paylayırdı öz nüfuzunu artırmaq üçün, amma onun çoxlu soyurqal torpağı paylaması onun nüfuzunu artırmadı, əksinə dövləti daha da zəiflədi deyə bilərik. Naxçıvan döyüşündə 1496-cı ildə Gödək Əhmədə məğlub olur, öldürülür Rüstəm padşah, hakimiyyətə Gödək Əhməd gəlir. Gödək Əhməd kimin oğlu idi? Bayaq qeyd etdiyim oğlu Məhəmmədin oğlu idi. 1474-cü ildə atasına üsyan etmişdi.